Koçturum hardadır? Canavarda! Ötən verilişlərimizdə qeyd etdiyimiz kimi Koçturum komandası Azərbaycanın gözəl güşələrinə turlar keçirdirdi. Bu dəfəki rayonumuz Cəlilabad rayonunun Göytəpə kəndinə gəlmişik. Gəlin buradakı balacaların necə sevindiyi ilə yaxından tanış olaq. Biz uşaqları sevirik, çok sevirik, çok həddən artıq çok sevirik və həmişə də sevmişik, sevəcəyik də. Ona görə də nə qədər yaşayırıqsa biz bunu davam edəcəyik. Hələ çox uşaqlar yığacaq başımıza, çox insanlar yığışacaq başımıza. Buradan sözün bədlər nədir? Bizi yıxmaq istəyənlər çoxdur, amma biz yıxılmırıq, yıxırıq. Sosial şəbəkələrdə şərh bölmələrinə yazırlar ki, bu insan yorulmur, bezmir, hər dəfə fərqli bir rayona gedirlər. Yəni onlara efir vasitəsilə nə demək istəyirsiniz? Onlara efir vasitəsilə sözüm odur ki, biz heç vaxt yorulmuruq, yorulmayacağıq da. Nə qədər ki yaşayıram, nə qədər ki sağam, mən bütün Azərbaycanın, mən olaraq bütün bölgələrini, bütün ucqar kəndlərini gəzdirib uşaqları sevindirəcəm və buradan uşaqları qucaq dolusu öpürəm. Bugün demək olar ki, uşaqdan böyüyə hər kəs sizi sevir. Hansı rayona gediriksə, o rayonda böyük coşqu yaranır və sizi kimi obyektlər açılır, yəni Koçturum kimi. Amma bu işi ortaya çıxarda bilmirlər. Bəs onlara münasibətiniz necədir? Onlara münasibətim odur ki, Koçturum yalnız bir nömrədir, bir dənədir. O da mənə aiddir. Məndən başqa heç kim onu bacara bilməyəcək. Koçturum 8 Martla bağlı bütün qadınlara pulsuz kabab paylayacaq və güllər paylayacaq, hədiyyələr paylayacaq. Yəni böyük bir konsert gözləyir 8 Martda. İnşallah hər birinizi gözləyirik, gələrsiniz. Öpürəm hər birinizi. Son olaraq Koçturumun müştərilərinə nə demək istəyirsiniz efir vasitəsilə? Koçturumun müştərilərinə və buradan qucaq dolusu öpüşlərimi göndərirəm. Öpürəm sizi, bağrıma basıram. Hər zaman var olasınız, hər zaman mənim üçün dəyərlisiniz. Öpürəm sizi.